Salam əziz şagirdlər və müdavimlər. Bugün biz sizinlə nəzərə 3-ü, yəni epik və dramatik növü keçəcəyik. Birbaşa epik növün izahına başlayaq. Deməli, epik növ nədir? Epik sözü ümumiyyətlə epos sözündəndir və epik növdə hansısa bir hadisə danışmaq, nağıl edilmək yolu ilə qarşı tərəfə çatdırılır. Yəni, mən epik növdə bir hadisəni nağılvari sənə danışıram. Məsələn, biz hekayələr oxuyuruq, Məlik Məmməd nağılını filan oxuyuruq. Onların hamısı demək olar ki, epik növdə bizə təqdim olunur. Və epik növün müxtəlif xüsusiyyətləri var. Epik növün ən əsas özəlliyi, bunu əzbərləməlisiniz. Epik növdə təhkiyə və təsvirdən istifadə olunur. Təhkiyə sözü elə bizim dediyimiz nağıl etmədir. Bir şeyi qarşı tərəfə nağıl yoluna çatdırmaqdır. Təsvir isə hadisələrin təsviridir. Məkan təsviri ola bilər orada, hər hansı bir, məsələn, mənzərəni təsvir edə bilərik, obrazların portretini təsvir edə bilərik. Amma təsvirdən də daha çox təhkiyəyə rast gəlirik. Epik növ həm nəsr, həm də nəzmlə yazıla bilər. Yəni, məsələn, mən bir epik əsəri, tutaq ki, hekayəni şeir formasında da yazıb qarşı tərəfə çatdıra bilərəm. Onu nəsr formasında, adi formada da yazıb qarşı tərəfə çatdıra bilərəm. Daha sonra, nəsrlə yazılan hekayələrə mənsur, yəni nəsrlə bir əsərim yazsam mənsur olacaq. Nəzmlə yazılan hekayələr isə mənzum hekayə deyilir. Yəni, nəsr mənsur, nəzm mənzum. Mənzum sözünü görəndə nəzmin zısı yadınıza düşsün. Nəsrin də s-sını mənsurla yadda saxlayın. Epik növ şifahi xalq ədəbiyyatında və klassik ədəbiyyatda, yazılı ədəbiyyatda müxtəlif janrları var. Və şifahi xalq ədəbiyyatında olan janrları nağıl, əfsanə, dastan, lətifədir əsasən. Çünki bunların müəllifləri yoxdur. Bunlar şifahi şəkildə dolaşaraq gəlib bu günümüzə çatıblar. Amma yazılı ədəbiyyatımızdakı janrlar isə bunlardır. Təmsil, hekayə, povest, roman, oçerk, xatirə. Bunların isə müəllifləri var. Yəni, bu ikinci sırada yazdığımı hər hansı bir insan yazıb bu günümüzdə onun adı ilə bağlıdır bu əsərlər. Məsələn, hər hansı bir təmsil gördüyümüz zaman bilin ki, o təmsil bir müəllifi var. Yəni, yazıb bizim dövrümüzə çatdırıb. İndi biz sizə bu şifahi xalq ədəbiyyatı nümunələrini şifahi xalq ədəbiyyatı keçəndə izah edəcəyik. Bu gün isə sırf bu yazılı ədəbiyyatda bu janrların xüsusiyyətlərinə baxacağıq. Gəlin təmsillə başlayaq. Təmsil ən qədim janrlardandır. Bu ən qədim söhbətini yadınıza saxlayın. Çünki bu nəzəriyyə suallarında, qəbul suallarına kifayət qədər qarşımıza çıxır. Təmsil ümumiyyətlə heyvanlar və əşyaların insanlar kimi canlandırılmasına deyilir. Yəni bir əsərdir, görürsən ki, orada məsələn 2 dənə heyvan bir-birinə danışır, insanlar kimi münasibət qururlar. Biri ona qarşı tərəfə bu hərəkət edir, o buna bu hərəkət edir. Və ümumiyyətlə heyvanların və əşyaların insanlar kimi canlandırılmasına ədəbiyyatda allegoriya deyilir. Və allegorik əsər anlayışı da elə buradan gəlir. Məsələn, mən desəm ki, bir əsər allegorik əsərdir, deməli orada ya heyvanlar ya da əşyalar insanlar kimi canlandırılıb artıq. Amma bir şey yadda saxlayaq ki, bütün təmsillərdə allegoriya var. Yəni, bütün təmsillər allegorik əsərdir. Amma bütün allegorik əsərləri təmsil deyə bilməzsən. Ola bilsin ki, məsələn, mən bir hekayə yazıram. O hekayədə, məsələn, heyvanı və yaxud da əşyanı canlandırıram insan kimi. Amma o allegorik əsər olsa da, axı hekayə olduğu üçün mən ona təmsil deyə bilmərəm. Yəni, bir dəfə də yadda saxlayaq. Bütün təmsillər allegorikdir, amma bütün allegorik əsərlər təmsil deyil. Təmsilin məzmununda tənqidi satirik məzmun özünü göstərir. Yəni, mən bir təmsil yazanda orada nəyisə satira atəşinə tuturam. Məsələn, tutaq ki, bir təmsildə mən məsələn tülkü obrazını yaradıram. O tülkü obrazı vasitəsilə hiləgər insanları satira atəşinə, tənqid atəşinə tutacağam. Və adətən təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihətlə verir. Amma bu şərt deyil. Bizim o qədər təmsilimiz var ki, sonunda kiçik nəsihət yoxdur. Amma adətən əksər hallarda olur. Və eyni zamanda da təmsil əsasən nəzmlə yazılır, şeir formasında yazılır. Bir dəfə sınavların birinin testə düşmüşdü bu. Məsələn, sizə desək ki, təmsil yalnız nəzmlə yazılır, bu yanlış məlumatdır. Əksər hallarda nəzmlə yazılır. Amma eyni zamanda da bizdə dünya ədəbiyyatında nəsrlə yazılan təmsillərə də rast gəlinir. Yəni, yalnız nəzmlə yazılır fikrini yanlış götürürük. Bu təmsil haqqında məlumatlardır. Bunu yadda saxlayaq qısa konsept olaraq. Testə düşəndə, qarşımıza çıxanda onu mənimsəyək. Yəni, təmsilin bir də yadda saxlayaq ki, həzmi çox uzun olmur. Təmsilin həzmi qısa olur. Məzmun da qarşı tərəfə bir şeyi heyvanlar vasitəsilə, əşyalar vasitəsilə çatdırmaqdır. İndi isə davam edək sizinlə hekayə janrına. Hekayə yığcam bir hadisədən danışır və hekayədə süjet xətti vahid bir xətt üzrə davam edir.
Bir süjet xətti olur, həm nəzmlə, həm də nəsrlə yaza bilərəm. Məsələn, tutaq ki, mən Kərbəlayı Zal hekayəsini yadınıza gətirim. Görürük ki, məsələn, Kərbəlayı Zal hekayəsində hadisələr çox da uzadılmır. Bir dənə insanın həyatından, yəni Kərbəlayı Zalın həyatından söhbət gedir, bir xətt üzrə gedirəm mən. Və yaxud da Qurbanəli bəy hekayəsində mən sadəcə Qurbanəli bəyin həyatını qələmə alıb, məsələn, orada sizə göstərirəm. Ona görə də bir xətt biz buna deyirik. Məsələn, Əli müəllim haqqında hekayə yazacaqsansa, o bir çox uzun olmayacaq. İki də ki, hadisələr ancaq Əli müəllimin həyatından danışılacaq. Yəni, hekayənin təməl xüsusiyyəti budur. Bir də yadda saxlayaq ki, hekayənin bir növü var. Novella. Novellada isə o hekayələrə deyilir ki, həmin hekayənin sonu gözlənilməz sonluğa bitir. Məsələn, Qurbanəli bəy novellə hesab olunur və bir də ki, məsələn, Kərbəlayı Zalın hekayəsi də novellə hesab olunur, Bombay hekayəsi. Niyə? Çünki onların sonu gözlənilməzdir. Amma hər hansı bir əsərin sonu gözlənilməzdirsə, o hekayə deyilsə janr olaraq, biz ona novella deyə bilmərik. Novella yalnız hekayə janrında olan əsərlərin sonu gözlənilməz sonlu bitəndə biz novella ona deyəcəyik. Bunu yadda saxlayaq. Hekayədən sonra biraz geniş olan, həcmdə biraz böyük olan povestdir. Povest ümumiyyətlə nə deməkdir? Biz bu janrı xarici ədəbiyyatdan almışıq, Rus ədəbiyyatından. Həcmdə povestlər hekayədən böyük olur. Təməl fərqi budur ki, hekayədə mən bir nəfərin həyatından danışıramsa, povestdə artıq bir neçə xətti üzrə bölünür hadisələr. Məsələn, 2 nəfərin həyatından danışacaqsan. Tutaq ki, Aldanmış Kəvakib bizim ilk povestimizdir də, burada qeyd eləmişik. Aldanmış Kəvakibdə hadisələr 2 şəxsin həyatından danışır. Bir Şah Abbasın həyatı var orada, onun başına gələn hadisələr, onun ətrafındakı insanlar. Bir də Yusif Sərracın həyatı var. Əsərin ikinci hissəsində Yusif Sərrac haqqında biz danışırıq. Ona görə də burada hadisələr 2 qola bölündüyü üçün, 2 nəfər üçün ayrı-ayrı danışdığım üçün o povest hesabı olunacaq. Bunu təməl olaraq yadda saxlayaq. Elə bil ki, siz bir film izləyirsiniz. Filmdə görürsünüz ki, bir dəfə Əli müəllim göstərilir, ətrafı göstərilir. Sonra səhnə dönür, hər hansı başqa bir insan göstərilir. Artıq 2 xətt buna deyirik də biz. Povestdə də eynən o forma özünü göstərir. Bir də povest yalnız nəsrlə yazılır. Yəni nəzmlə yazılan nümunələr yoxdur. Amma hekayədə nəzmlə yazılan hekayələrimiz var. Povestdən sonra daha böyük olan romandır. Ümumiyyətlə roman epik növün ən böyük janrıdır. Və adətən mən roman yazanda kitab, məsələn bizdə Səfirlər romanı var. Xarici ədəbiyyat nümunəsidir, Victor Hugo'nundur. 4 dənə kitabdır, yeşə bir dənə kitabdır. Və yaxud Tolstoyun Hərb və Sülh əsəri var. Deyir ki, o əsəri ümumiyyətlə bitirənlərə halal olsun. Çünki çox geniş bir əsərdir. Yəni, roman dediyim şey belə bir anlayışdır. Sən məsələn 3 səhifə bir əsər yazıb adına roman qoya bilməzsən. Çünki həcmimiz çox geniş olmalıdır. Hadisələr bir neçə süjet xətti üzrə bölünməlidir. Çox şaxəli olmalıdır. Məsələn, bir roman yazıramsa, bir dəfə bir nəfərin həyatından, başqa birinin, sonra daha başqa birinin, daha başqa birinin. Yəni, bir çox xətt üzrə insanların həyatından həmin romanda danışmalıyam. Və romanları mən nəzm və nəsrlə də yaza bilərəm. Və romanlar həcminə görə 3 yerə bölünür. Dilogiya dediyimiz roman tipləri 2 hissəli romandır. Yəni 2 hissədən ibarət olur. Trilogiya 3 hissəli romandır. Epopeya isə 3 hissədən daha çox olan geniş romanlara deyilir. Məsələn, elə epopeyaları var ki, sən həmin romanlarda bir xalqın həyatını əvvəlindən sonuna qədər əsərdə verə bilirsən. Həmin romanlar artıq epopeya hesab olunacaq. Yəni, biz burada belə deyək də sizə. Bax, hekayə kiçik qardaşdır, ortancıl qardaş povesti, böyük qardaş da romandır. Romandan sonra gəlir xatirə janrı, kiçik bir janrdır. İndi fikirləşəcəksiniz ki, müəllim hekayədən tutub böyüyə doğru gedir. Xeyr, yəni xatirə o qədər də böyük deyil. Xatirənin yaradığı memuardır. Xatirədə müəllif şəxsən şahid olduğu hadisələri öz qeyd dəftərinə yazır və çox vaxt da xatirənin, yəni memuarın vahid süjet xətti olmur. Niyə? Əsas məsələ burasındadır ki, bir özün şahidlik edirsən hadisələrə. Məsələn, mən bir xatirə yazıram qeyd dəftərçəmə. Deyirəm ki, məsələn, bir gün filan yerə getdim. Sonra mövzunu çevirirəm, başqa başıma gələn hadisədən yazıram. Sonra mövzunu çevirib başqa bir şeydən danışıram. Ona görə deyirəm ki, vahid süjet xətti yoxdur. Vahid o deməkdir ki, yalnız bir şeydən danışmalıyam mən. Ona görə bu xatirəni yadda saxlayaq. Xatirədə ən təməl açar söz budur ki, şəxsən sənin şahidlik etdiyin hadisələr qeydə alınmalıdır. Və adətən bizim özümüz dəfələrlə xatirələr yazırıq. Başımıza gələn hadisələri əvvəl-axır elə insanlar var ki, bir yerlərə qeyd edirlər. Bax, o artıq xatirə hesab olunacaq. Daha sonra oçerk var bizdə. Oçerkin xatirədən fərqi nədir? Oçerk həyatda olmuş hansı hadisə haqqında yığcam şəkildə məlumat verən janrdır.
Deyəcəksiniz ki, mənim xatirə də həyatda olmuş hansı hadisədən danışırıq. Biz bunlar niyə fərqlidir? Çünki Oçerkin xatirədən fərqi burasındadır ki, Oçerk daha çox real hadisələr zəminində yazılır və sən Oçerki, məsələn, bir nəfər haqqında yazırsansa, onun həyatı haqqında faktiki həyat materiallarını qeydə almalısan orada. Məsələn, tutaq ki, mən Mirzə Fətəli Axundov haqqında onun dövründə yaşamışam, onu tanımışam, Oçerk yazıram. Deyirəm ki, filankəs belə bir adam var idi, o bir dəfə bizlə rastlaşanda filan hərəkəti filan cür elədi, bizə filan sözləri dedi, filan işə, məsələn, filan cür yanaşdı. Bax, mən onun haqqında gördüyüm şeyləri danışıram və olur bu sənin üçün Oçerk. Oçerkdə mən fantastikaya qətiyyən yer verə bilmərəm və buna görə də Oçerkdə faktiki həyat materialları olduğu üçün, çox da belə məcazlı və fantastikaya yer vermədiyim üçün, Oçerk eyni zamanda bədii publistikaya yaxındır. Yəni, publistik üslubunda təsirlərini sən Oçerkdə görə bilərsən. Amma xatirədə bir mütləq özümü iştirak eləməliydim orada. Amma məsələn, Oçerkdə elə deyil. Başqası haqqında bir Oçerk yazıramsa, mənim iştirakım orada vacib deyil. Eşitdiyim məlumatlar da onun haqqında mən o Oçerkə qeyd eləyə bilərəm. Bir də ki, Oçerk ancaq nəsrlə yazılır. Ümumiyyətlə, epik növdə nəsrlə yazılanlar iki dənə əsas janr yadda saxlayaq. Bir oldu povest, bir də oldu Oçerk. Bunları təməl olaraq yadda saxlamalıyıq. Epik növün yazılı ədəbiyyatda əsas janrları bunlardır. Bunları əzbərləməlisiniz. İndi isə gəlirik dramatik növə. Bu arada, deməli, dramatik növdə bizim üçün ən vacib məqam nədən ibarətdir? Epik növlərin fərqi nədir? Deməli, dramatik növ dram sözündən götürülmüş hərəkət deməkdir. Və dramatik növdə yadda saxlayaq ki, iki dənə M klaviatura özü yazır. Normalda dramatik sözündə bir dənə M var. Dramatik növdə yazılan əsərlər daha çox səhnəyə qoyulmaq üçün, teatrda nümayiş etdirilmək üçündür. Hər halda teatra gedənləriniz olub da, oturursunuz qarşıda səhnədə məsələn, hər hansı bir əsəri oynayırlar aktyorlar. Həmin oynadıqları əsərlər dramatik növdə yazılmış əsərlər hesab olunur. Yəni, sən bu növdə bir əsər yazsansa, səhnəyə qoyulmalıdır. Bizim lezə dramlarımız var, səhnəyə qoyulmaq üçün yazılmır, istisna olaraq yadda saxlayaq. Amma əksərlər 90% səhnə üçün yazılmış əsərlərdir. Və dram əsərlərini həm şeir formasında nəzmlə, həm də nəsrlə yazacağıq. Və müəllif dram əsərlərinə, hadisələrə birbaşa müdaxilə edə bilmir. Çünki dramatik növdə adətən obrazlar olur və obrazların danışığı yolu ilə bir-birinə söhbətləşməsi ilə əsər davam edir. Ona görə də yadda saxlayaq, bu cümlə testdə çox düşür. Müəllif hansı növdə hadisələrə birbaşa müdaxilə edə bilmir soruşsalar, deyəcəksiniz ki, dramatik növdə. Və bu növdə yazılan bütün əsərlərdə həm pyesdə deyilir, həm də dram əsəri deyilir. Yəni, sən istənilən bir dramatik növ əsərinə pyes də deyə bilərsən, dram əsəri də deyə bilərsən. Dramatik əsərlər ümumiyyətlə iki tərkib hissədən ibarət olur. Birinci isə remarka hissəsi olur. Remarka nədir? Məsələn, remarka adətən o əsərdə elə yazı tipləridir ki, rejissorlar və aktyorlar üçün nəzərdə tutulur. Tutaq ki, məsələn, Əli müəllim haqqında bir dram əsəri yazırsan. Əsər belə başlayır. Məsələn, yazın Əli müəllim, nöqtə, ondan sonra Əli müəllimin o nitkinə yer verəcəksən də. Möhtərizədə yazırsan ki, çox qəzəbli və gərgin halda. Ay uşaqlar, dərs oxuyun. Sonra məsələn, uşaqlardan biri, nöqtə, müəllim oxuyuruq da. Burada Əli müəllimdən sonra o möhtərizədə yazdığımız çox əsəbi və gərgin halda. Bu çox əsəbi və gərgin halda hissəsi remarkadır. Çünki o remarka mənim məsələn, ruh halımı, mənim qəzəbləndiyimi, sevindiyimi göstərən hissədir. Və yaxud da remarkada sən bir mənzərə də təsvir edə bilərsən. Məsələn, çöldə tutqun bir hava, Əli müəllimin kefi yoxdur. Bu sözlər remarkadır və mən remarkanın yazıcısı kimi ona görə əsərdə yazıram ki, o səhnə əsərini təşkil edən rejissorlar və onu oynayacaq aktyorlar oxusunlar həmin sözü, ona uyğun o əsəri oynasınlar. Məsələn, Əli müəllimin o obrazını kim oynayacaqsa həmin teatrda, o əsəbi və gərgin halda sözünü, yəni remarka hissəsini oxuyacaq, biləcək ki, mən bunu Əli müəllimin obrazını əsəbi və gərgin halda məsələn oynamalıyam. Buna görə də yadda saxlayaq. Remarkalar səhnədə göstərilmir. Sadəcə aktyor özü üçün onu götürür, rejissor özü üçün götürür ki, tətbiq eləsinlər səhnəyə. Və remarkaları, yəni o dediyimiz hissələri ancaq nəsrlə yaza bilərsən. Heç bir remarka şeir formasında yazılmır, nəzmlə yazılmır. Çünki əsərin tərkib hissəsidir, göstərilən hissədir oxucuya. O, sənin özünə aid etdiyin hissədir. İkinci hissə isə dialoq və monoloqlardır dram əsərində. Zaten əsərin əsas hissəsini bunlar təşkil edir. Dialoq dram əsərlərinin obrazların bir-birinin danışması, monoloqlar isə obrazların özü ilə danışmasıdır. Bir obraz özü ilə danışırsa, öz fikrini səsləndirsə əsərdə monoloq hesab olunacaq. Dramatik əsərlərin də 3 dənə janrı var.
Dramatik əsərlərin bir komediya janrı var. Yəni dramatik növün əsərləri komediya janrında olanda daha çox gülməli məzmun daşıyır və komediyalar əsasən nəsrlə yazılır. Ədəbiyyatımızda da ilk dəfə komediyanın əsasını Mirzə Fətəli Axundov qoymuşdu. Bunu yadda saxlayaq. Yəni mən bir komediya yazıramsa orada mütləq gülməli məzmun olmalıdır. Zaten komediya sözünün özü də həmin mənanı verir. Və biz komediyada satira və yumordan istifadə edirik. Nədir bunlar? Bu anlayışlar mütləq izahını bilməlisiniz. Yumor da gülüşdür, satira da gülüşdür. Bunların fərqi budur ki, məsələn, bəzi obrazlara mən yumoristik şəkildə onu təqdim edirəm oxucuya, bəzi obrazlara satirik şəkildə, satira gülüşü ilə təqdim edirəm oxucuya. O obrazlara mən yumoristik gülüşlə təqdim edəcəm ki, həmin obrazlar yaxşı insanlardır, amma saf olduqları üçün, avam və cahil olduqları üçün gülüş hədəfinə çevrilirlər. Və ona görə də biz deyirik ki, islah edici gülüşdür. Məsələn, onu oxuyan oxucu ona görə gülür ki, həmin obraza ürəyi yanır. Amma satira elə deyil, satira öldürücü gülüşdür deyə yazısı bu gülüşü adətən qəddar, pis obrazların gülməli hərəkətlərində göstərir. Məsələn, oxucu oxuyur bir mənfi obraz haqqında, bu obraz qəddar obraz, insanlara zülm eləyir, amma hərəkətlərində gülünc hərəkətlər var. Biz deyəcəyik ki, orada həmin obraz satirik obrazdır və oradakı gülüş satiradır. Bunu yadda saxlayaq. İndi komediyadan sonra bizdə ikinci janr faciə janrıdır. Komediyanın məzmunu bildik. Orada əsasən obrazı gülüş hədəfinə çevirərək oxucuya onun hal-əhvalını bildirməkdir. Faciədə isə adətən bizim qəhrəmanımız olur. Həmin janrda həmin qəhrəmanın arzuları, amalları olur. O məsələn cəmiyyəti islah eləmək üçün ya sevgilisinə qovuşmaq üçün mübarizə aparır. Amma sonda ölür və onun öləndən sonra da arzuları, ümidləri puç olur. Və faciələr həm nəsrlə yazıla bilər, həm də nəzmlə yazıla bilər. İlk faciəmiz də Nəcəf bəy Vəzirovun Müsbət Fəxrəddin faciəsidir. Məsələn, Müsbət Fəxrəddin faciəsində Fəxrəddin adlı bir gənc obrazımız var. Fəxrəddin istəyirdi ki, xəstəxana və məktəb açsın öz yaşadığı ərazidə, insanlara yardım eləsin bu formada. Amma bunun arzuları yarımçıq qalır, sonunda da Fəxrəddin öldürülür. Amma Fəxrəddin ölsə belə faciədə qəhrəmanın ideyası qalib gəlir. Yəni ideya tamamilə məhv olmur. Düzdür, onun ümidləri, arzuları olur. Onlar ola bilsin ki, reallaşmasın. Amma onun ideyası ölmür. Məsələn, Şeyx Sanan faciəsi var. Şeyx Sanan bir məsələn xristian qızına vurulur. Sonda düzdür, ikisi ölür, amma onlar axirətdə bir-birinə qovuşurlar. Bu temaları yadda saxlayaq. Faciədə ideya tam olaraq ölmür. Sadəcə cismən qəhrəman burada həlak olacaq. Dram janrı bizim üçüncü janrımızdır. Dram janrının faciədən fərqi nədir? Eyni hadisələr burada da baş verir. Yəni bir qəhrəmanımız olur. O mübarizə aparır öz idealları uğrunda. Faciədə həmin qəhrəman ölürsə də dramda ölmür. Dram adətən qəhrəmanın qələbəsi ilə sonlana bilər. Və bir şey də yadda saxlayaq ki, dramda komik və faciəvi hallar da özünü göstərə bilər. Yəni həm gülüş, həm də faciəvi məsələlər özünü göstərə bilər. Amma yenə də deyim, dram əsərlərində sonda qəhrəman faciədəki kimi faciəli şəkildə ölməyəcək. Bizə son illərdə Cəlil Məmməd Quluzadə tərəfindən tragikomediya janrı da gəlir, dramatik növdə. Bu janrın fəlsəfəsi nədir? Tragikomediya həm tragediya, həm də komediyanın birləşməsi deməkdir. Və bu janrda müəllif həm hadisələri faciəli fonla təsvir edir. Yəni həm ağlamalı fon var orada, həm də gülüş doğuran hallar özünü göstərir. Yəni oxucu həm oxuyanda ürəyi yanır, ağlayır. Məsələn, ağlayır deyən məcazi mənada, yəni oxucunun ora ürəyi yanır. Həm də gülüş doğuran hallarla rastlaşır. Məsələn, Cəlil Məmməd Quluzadənin Ölülər əsəri ilk tragikomediya nümunələrindəndir. Orada məsələn molla gəldi bir əraziyə, orada deyir ki, mən sizin ölülərinizi dirildəcəyəm, filan fəs məkan. Oradakı cəmaatın qızları ilə evlənir. Məsələn, Şeyx Nəsrullahdır da orada. Və orada bir sərxoş var, məsələn, İskəndər, o da ona qarşı çıxır. Orada məsələn onların konfliktində oxucu həm cəmaatın avamlığına ağlayır, ürəyi yanır. Bu qədər cəmaat avamdır ki, bu həmin Şeyx Nəsrullahın ölüləri diriltməsinə inanır. Həm də ki, avam cəmaatın hərəkətlərinə də bir tərəfdən gülürsən. Elə məsələn yumoristik hərəkətlər var ki, elə hərəkətlər sənə göstərirlər ki, gülməyin gəlir. Yəni ağlamaqla gülməyin birləşməsindən biz burada tragikomediya deyəcəyik. Bunu da yadda saxlayaq. Deməli, bu dediyimiz kimi ədəbiyyatın son dövrlərdə gəlir tragikomediya və əsas banisi Cəlil Məmməd Quluzadədir. Deməli, yazılı ədəbiyyatda dramatik növün janrlarını bildik. Komediya, faciə, dram, sonradan tragikomediya əlavə olunub. Remarkanın nə olduğunu bildik. Ən əsas remarka bilin ki, nəzmli yazılı bilmir. Daha sonra məsələn biz epik növün janrları haqqında məlumat əldə elədik.
Və növbəti dərsimizdə isə artıq nəzəriyyanın son hissələrinə baxacağıq. Süjet və kompozisiya, daha sonra məsələn məzmun və forma, eyni zamanda ədəbi cərəyanlar və s. onların izahı ilə tanış olacağıq. Ümid edirəm videonun sizə faydası dəyər. Suallarınız varsa bizə yazıb bildirə bilərsiniz. İnşallah cavablayacağıq. Videonu bəyənməyi, kanala abunə olmayı yaddan çıxarmayın. Növbəti çəkilişlərdə görüşənədək hələlik.